insandan üstün ne var ki həyatda? Gəl bir dənə xilqətə üst tutaq görə insandan üstün bir şey varmı? Üzvü göyə tutsun. Allah Quranda buyurur ki, bir əyid, bir əlimlə yaratmışam səmanı. Əslində bu mənası var. İnsan çıxanı deyir ki, xələqtukə biyədeyyə, iki əlimlə səni yaratmışam. Allah insanın xəmirini cəlal, cəmal sifətləri ilə yoğurub. Amma yerə, göyə çatanda deyir, bir əlimlə, insana çatanda iki əlimlə. İnsandan üstün mələkdirsə, mələk insana səcdə edir. Uscudu li Ədəm. Mələk insanın qabağında səcdə edir. İnsandan artıq dağdırsa, Allah Quranda buyurur, mən əmanəti dağa verdim, göylərə verdim, yerə təqdim elədim. Nə dağ qəbul edir, nə yer dedi qəbul edirəm, nə göylər. İnsan fələkdən üstün, insan mələkdən üstün, insan ali bir varlıqdır, xilqətin imzasıdır insan. Ən üstünüdür insan. İnsan oturur varlığı yoxdur. Nə versələr sənə, bu dünyada səndən aşağı bir şeydir. Bəşər o zaman uduzmur ki, özünü verib Allahın razılığını alır, Allahı alır bu mənada. Onda uduzmur insan, onda udur insan.